Sual verirlər ki, tövbənin həqiqəti nədir? Tövbə qayıdışdır. Yəni insanın etdiyi günahlardan peşman olub Allaha tərəf qayıtması. Biz Quran-Kərimə müraciət etdikdə görürük ki, Quran-Kərimdə Allah tövbəni həm özünə, həm də bəndəsinə nisbət verir. Yəni bəndə etdiyi günahlardan peşman olub Allaha tərəf qayıdır. Allah da öz rəhməti ilə onun günahlarını bağışlayır. Elə buna görə də Allahın adlarından biri Təvvabdır. Yəni günahları çox-çox bağışlayan. Tövbənin 3 mərhələsi vardır. Birinci mərhələsi elm mərhələsidir. Yəni insan günahın çirkin bir əməl olduğunu dərk edir və Allahla özü arasında fasilə yarattığını başa düşür. Bundan sonra ikinci mərhələ gəlir ki, hal mərhələsidir. Hal mərhələsində insan peşman olur, etdiyi əməllərdən peşman olur. Və bundan sonra üçüncü mərhələ gəlir ki, əməl mərhələsidir. Əməl mərhələsində insan etdiyi günahlardan tövbə edir və bir daha ona qayıtmır. Allah bizi həqiqi tövbəkarlardan qərar versin.